Yaşat fondundan bu vaxta qədər 93 milyon manatdan çox vəsait xərclənib. Bunu fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib. Təqdimatda fond tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ali üzvləri və müharibə əlləri üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub. Fond rəhbəri qeyd edib ki, xərclənən vəsait əsasən bu kateqoriyada olanların məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Biz məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə baxsaq, ayrılan vəsait 42 milyon 246 min 252 manat məhz məişət şəraitinin yaxşılaşdırılması istiqamətinə ayrılıb. Burada ayrılan vəsait mövcud mənzilin təmirinə ayrıla bilir. Eyni zamanda məişət avadanlıqlarının alınması üçün ayrılan vəsaitdən söhbət gedir. Bu da 12.606 şəxsi əhatə edib.